Hörmətli izləyicilərim, armuda var. 2 mərtəbə ev tapmışam sizə. Armuduna kimi var. Al yaşa da özün üçün. Yaşa ye yaşa. Armudun dərburdan yer. Yapon əzgili burada. Xurmaya bax, xurma doludur üstündə. Xurma da payızda, qışda yetişir, əmi deyir. Yiyirsən. Bir dənə belə variantdır. Bax, evə bax. Şəxsi özünə çilib top atsan dağılmaz. Yəni elə evdir. Burada üzümləri, cürbəcür üzümləri, qızıl gülləri, nə bilim orada kartofu nə qədər əkiblər. Bunu da bilirsiniz də dəfnə yarpaq ağacıdır. Orada da alça ağacı var, baxacaq indi. Burada bir dənə çöl mətbəxi, burada qaz peçi qoyublar. Nəsə qoyublar, qaynadırlar burada deyəsən. Hörmətli izləyicilər, gəlin evin arxasına keçək. Burada bax bir dənə alça ağacı var. Evimizin arxasında kombi otağı yerləşir. Burada çöldə bir dənə belə bir şey var. Hörmətli izləyicilərimiz, həyəti genişdir. Bax, geniş həyəti var. İndi inşallah keçəcəyik evlə tanış olmağa. Sözün həqiqi mənasında top atsan dağılmaz. Keyfiyyət izləyicilərimiz. Bir dənə bunun mətbəxi var. Bax, bura. Qəşəng bir dənə mətbəxdən. Burada oturub yemək yeyirik, jaluzi. Bax, domofon sistemi burada. Aşağıda bir mətbəx, bir yataq otağı. Hörmətli izləyicilərimiz, hündürlük 3 metr. Əl çatan deyil. Bax, ara kəsməsi qoşaq kubikdir. Əmi özü ustadır, özü çox kidir. 3.30. Mən dedim 3 metr oxşamır. 3.30. Əmi özü ustadır, maşallah. Hündür edib evi. 2 dənə pəncərəsi, bax, bura zalıdır. Bax, zalıdır, hörmətli izləyicilərimiz. Qəşəng bir dənə zalı var. 2 mərtəbə, 110 minə ev yoxdur, hörmətli izləyicilərimiz. Super bir dənə variantdır. Keçək buradan. Bax, burada hörmətli izləyicilərimiz. Burada bir dənə bana şifaner var. Biz dedik saxlanılacaq. Şifaner qalacaq değil mi? Hə? Bax, özü təsdiq edir. Bax, sonra şahid kimi videonu saxlayır. Dedik şifaner qalacaq. Burada bir dənə ayaq dolusu. Əmi dedi ki, müəyyən əşyalar qalacaq. Qalanı da pul versilər. Bax, burada da sanuzeli ayrılacaq. Hələ hörmətli izləyicilərimiz, yuxarıda da sanuzeli var. İndi hamısını təqdim edəcəm. Gəlin keçək yuxarıya inşallah. Bax, pləkan da beton fıstıqlandı. Fıstıq ağacı betondan, hörmətli izləyicilərimiz. Bəli, bəli, bəli. İkinci mərtəbədə, bir dənə sanuzel buradadır. Qəşəng. Hörmətli izləyicilərimiz. Əmin mənə biraz danışdı. Buranın keyfiyyətlə tikib, möhkəm. Bir dənə böyük bir dənə yataq otağı burada. Böyük deyirəmsə daha böyük, belə xırda-mırda otaqlarla müqayisə eləməyin. 6'nın 4'ü. 6'nın 4'ü yataq otağı. Qardaş, 6'nın 4'ü satış məqsədi ilə tikilən evlərdə əmi deyir, zal eləyirlər. Zal da eləmirlər, hə əmi? Bu keyfiyyətlə görür, iş görür burada. Gəlin keçək. Bunlar da koridorunda stul qoyub yemək yemiyorlar. Gör maşallah nə boyda böyük. Bura burada bir dənə otaq. Oraya açılmaz, yəni açarla bağlıdır. Burada da görürsünüz bir dənə otaq var. Burada ütü kimi, oturma, dincəlmə otağı kimi eləyiblər. Yuxarıda 3 dənə, 2 dənə də aşağıda 5 otaqdır. Bir dənə yataq otağı burada dizləzlərimiz. Keyfiyyətli balkonuna kimi var. 110 min manata deyilir, real alıcı ilə razılaşma var.